Elə bilirsən bu səs həqiqətən oradan gəlir? Bəs bütün bunlar çəkiliş zamanı lentə alınmırsa necə yaranır? Bugün sizə izlədiyimiz filmlərin ayrılmaz bir parçası olan Foley sənətindən bəhs eləmək istəyirəm. Adını ilk dəfə eşidirsinizsə, gəlin ətraflı izah edeyim. Peşənin adı 1920-ci illərdə bu texnikanın yaradıcısı sayılan Jack Foley'nin şərəfinə bu cür adlandırılıb. O Universal Studios'da işləyərkən çəkiliş meydançasında yaranan səs problemlərini həll etmək üçün bu üsulu inkişaf etdirib. Foley sənətçiləri məhz bu səsləri yaratmaq üçün mövcuddur. Onlar filmlərdəki səhnələri izləyərək hərəkətlərə uyğun səsləri studiyada yenidən canlandırırlar. Bu elə bir sənətdir ki, sümük qırılma səsi üçün kərəvizdən və ya yerə düşən pul kisəsinin səsi üçün fındıq qabığından istifadə oluna bilər. Foley sənətçiləri filmə həyat verən adsız qəhrəmanlardır. Onların sayəsində izlədiyimiz hər bir səhnə daha real və təsirli görünür. Bugün Azersel'in təqdimatında sizinlə daha bir maraqlı məlumatı bölüşmək istədim. Bəs sizcə, sonradan əlavə olunan bu səslər arasında ən maraqlısı hansıdır? Fikirlərinizi şərh bölməsində bölüşməyi və daha çox maraqlı faktlardan xəbər tutmaq üçün bizi izləməyi unutmayın.